Herkese salam. Bugün sizə qeyri-maddi aktivin müəssisəyə daxil olması və müəssisənin balansında uçota alınması haqqında məlumat paylaşacağam. Qeyri-maddi aktivimiz hansı aktiv olmağından asılı olmayaraq biz onun daxili nomenklaturasında qeyd etməliyik. Gəlin baxaq. Biz daxili nomenklaturada deyək ki, bizim qeyri-maddi aktivimiz proqram təminatıdır. Yəni müəssisəyə proqram alaraq gəlirik papkanın içinə, papkada əlavə et. Deyək ki, 1C 3.0 bazasının proqram təminatını alırıq. Yazdım adını qısa olsun deyə. Tam ad qeyri-maddi aktivimiz, qeyri-maddi aktivin növü. Buradan qeyri-maddi aktivimiz proqram təminatını qeyd edirik. OK verək və artıq nomenklaturası hazırdır. Və buradan çıxıram. Qeyri-maddi aktivin müəssisəyə daxil olması bu nə deməkdir? Yəni, müəyyən bir şirkətlə danışdım, razılaşdım, müqavilə bağladım, ödənişin müəyyən bir qismini və yaxud da tam formada etdim. Bu olacaq qeyri-maddi aktivin müəssisəyə daxil olması. Bəs biz bunu nə zaman uçota alırıq? Artıq proqramistlər gəldi, bizim kompüterlərimizə proqramları yazdı və artıq işçilərimiz həmin proqramı istifadə edir. Yəni, istismara artıq verildi. İndi mən qeyri-maddi aktivi birinci daxil edeyim, sonra qeyri-maddi aktivin uçota alınma hesabına baxaq. Qeyri-maddi aktivin daxil olması. Əlavə et. Kontragent. Podratçılardan malsatan papkasından birini seçək. Deyək ki, 1C MMC-dir. Vergi çotunu bağlayıram. Qeyri-maddi aktivlər əlavə et. Seçirik. Hansı qeyri-maddi aktivi alırıq? Proqram təminatı. Seçdim. Məbləğ neçə almışam? Deyək ki, 5000 manata. Qeyri-maddi aktivlərin alışı-satışı ƏDV-lidir. ƏDV-sini qeyd edirəm. Uçot hesabı, yəni alınma hesabı 103 nömrəli hesabdır, amma uçota alınma hesabı 101.1 hesabıdır. ƏDV olduğuna görə alışın ƏDV əvəzləşmə hesabı 241.01 sayılı hesabdadır. Hesablaşmaların uçotu biz bilirik ki, malsatan podratçımız 531.01 manat olan alışlarımızdır. 243.01 də manatla olan avansımızdır. Sənədimizi bağlayaq və debet kreditinə baxaq. Baxın, biz deyirdik ki, malı kimdən alırıqsa, xidməti kimdən alırıqsa, həmin tərəf dövriyyə balans cədvəlində kredit bölməsində kimin hesabına gedirsə, kim alırsa, hansı hesabda görünəcəksə, o dövriyyə balansının debet bölməsində görünür. İndi bizə deyir ki, siz 1C MMC-dən 5000 manat dəyərində proqram təminatını aldınız və bu qeyri-maddi aktivin müəssisəyə daxil olma hesabında, yəni 103 sayılı hesabda görsənəcək. Və eyni zamanda siz 1C-dən 5000 manatlıq proqram aldığınıza görə həm də sizin 1C MMC-yə 900 manatlıq əlavə dəyər vergisi öhdəliyiniz yarandı. İndi mən yoxlamaq istəyirəm. Doğrudan görək, həqiqətən 1C MMC-yə öhdəliyimiz görünürmü, ƏDV-miz görünürmü və eyni zamanda 103 sayılı hesabda qeyri-maddi aktivimiz varmı? Gəlin baxaq. Deməli, giririk hesabatlar. Hesablar üzrə dövriyyə balans cədvəli. Hansı tarixdə əməliyyatı etmişiksə, həmin tarixi seçək. Ayın 30-u. Burada baxıram. Birinci aldığım qeyri-maddi aktivin hesabına baxıram. Dostlar, eyni zamanda siz yeni hesablar planında hesabların adına, yanındakı bölməyə toxunaraq qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşması adı belə gedir. Seçirsiniz. Tərtib et verək. Baxırıq ki, həqiqətən bizim 1C 3.0 bazamız, proqram təminatımız dövriyyə balans cədvəlində debet bölməsində göstərir. Yəni 5000 manat biz müəssisədən sırf bu proqram təminatı üçün çıxış etmişik. İndi baxıram kreditor borcuma 531.01. Bugün kimdən nə almışam və kimə ƏDV qarışıq nə qədər borcum yaranıb. Baxıram ki, həqiqətən 1C MMC-yə borcumuz yox imiş, amma bugün 5900 manatlıq kreditor borcu yarandı və dövrün sonuna qalıq, yəni hal-hazırda ona olan borcumuz elə 5900 manatdır. İndi baxıram ƏDV-yə 241.01, yenə tərtib et verirəm. Aha, təkcə ƏDV borcum niyə pasivdədir? Çünki biz bunu ödəməliyik qarşı tərəfə. 1C MMC elə 900 manat ƏDV borcumuz yaranıb. Bu müəssisəyə daxil olma hesabıdır. İndi deyək ki,
proqram yazıldı, istifadəyə verildi. Artıq biz bunu dövriyyə balans cədvəlimizdə 5000 manatın qarşılığında nə almışıq? Yəni bizim müəssisəmiz deyirik ki, 100 minlik şirkətim var. Yaxşı, bu 100 minlik şirkət necə yarandı? Elə deyirəm ki, içində 20 minlik əsas vəsaitim var. Yəni kompüterumdur, texnikalarımdır, avadanlığımdır və s. Eyni zamanda 5000 manatlıq da proqram təminatım var. Görürsünüz, bunu da pul kimi hesablayırıq. Ona görə indi uçota alıram. Qeyri-maddi aktivin uçota alınması əlavə et. Vergi çotunu bağlayaq. Ola bilər videonu izləyəndə deyəcəksiniz, nəyə görə vergi çotunu bağlayırıq? Çünki biz burada mühasibə çotu üzərindən izah edirik də, vergi çotunu yəni bağlayırıq. Seçirəm buradan qeyri-maddi aktivimi. Aha, yenə proqram təminatı papkasından proqram təminatını götürdüm buradan. Bizə proqram özü otomatik verir ki, seçdiyim proqram təminatı 103, yəni müəssisəyə daxil olma hesabındadır. Deyirəm, aha, gələk bura. Buradan seçirsiniz nəyi? Ən deyərdim ki, vacib hissə bu hissədir. Çünki siz əgər qeyri-maddi aktivin əks etdirmə üsulunu seçməsəniz, qeyri-maddi aktivə xərclədiyiniz pulu və onun hər ay itirdiyi, yəni amortizasiya olunduğu dəyəri görməyəcəksiniz. İndi mən baxıram ki, mənim qeyri-maddi aktivin proqram təminatım var, amma bunun içinə nəzər yetirək. Dəyişmə işarəsi verirəm. Çünki normalda mühasibələrdə bu hissə belə boş olur. Siz əlavə et verib bura mütləq bir xərc maddəsi qeyd etməlisiniz. Xərc maddəsini qeyd etdim. Gəlirəm, seçirəm buradan. Amortizasiya olunan qeyri-maddi aktiv istifadə müddəti məlum olmayan. Atıram bunu bura. İndi düzdür. OK verirəm və bunu seçib atdım bu bölməyə. İndi gəlirəm mühasibat uçotu. Baxın, proqram özü müxabirləşmələri bir müxabirləşmədən digər müxabirləşməyə keçirir. Amma nə zaman bazanız yaxşı yığılmış, platformanız yenilənmiş birci bazası olarsa. İlkin dəyəri, yəni proqrama nə qədər pul çıxartdıq hesabımızdan 5000 manat. Təşkilata daxil olma üsulu seçirəm ki, haqqı ödənilməklə əldə etmək, çünki mən onu ödədim. Sonra bizə deyir ki, istifadə müddəti neçə illikdir? Mən buradan seçirəm ki, proqram təminatı istifadə müddəti olmadan və biz bilirik ki, istifadə müddəti olmayan qeyri-maddi aktivlər stabil olaraq 10% dərəcə ilə hesablanır və bura qeyd edirəm 10. Amortizasiya olunma, yəni köhnəlmə, qeyri-maddi aktivin dəyərindən itirdiyi pul 102 sayılı amortizasiya hesabında görünür və sənədim hazırdır, bağlayıram. İndi gəlirəm mon debet kreditə, nə deyir? Deyir 103 sayılı hesabda, yəni qeyri-maddi aktivin daxil olma hesabında 5000 manatlıq proqram göstərirdi və biz bunu sizlə dövriyyə balans cədvəlində baxdıq. İndi həmin 5000 manatı bu hesabı sıfırlamalıdır. Çünki bu hesabdan çıxardır. Deyir, sənin 5000 manatlıq proqram təminatın artıq istismara verildiyi üçün sən bunu uçota aldın. Yəni, qeyri-maddi aktivin uçota alınma hesabının debetində görünəcək bu. Çünki 103-cü hesabda debet kredit, yəni gəlirlə xərc bir-birini bağlamalıdır. İndi baxıram, hesablar üzrə dövriyyə balans bayaq açıq idi. Yenidən qaydaq 103 yazaq bura, tərtib et verək. Baxın, giriş-çıxış, debet kredit bir-birini bağladı. Bu deməkdir ki, sıfırlanıb. Çünki dövrün sonuna da sıfır göstərir. Yaxşı, proqram təminatını buradan çıxartdı, hansı hesaba atdı? Uçota alanda 101.1 sayılı hesabın debetinə atacaq. Baxın, 101.1-də bircə baza proqram təminatımız 5000 manat debetdə göstərir. Dostlar, ümid edirəm videolarım faydalıdır. Ən azı baxırsınız, az da olsa köməyinizə çatır. Daha yaxşı videoların davamı üçün kanalımıza abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın.